Müğənni Elçin Hüseynovun əməliyyat prosesinə aid olduğu bildirilən görüntülər sosial şəbəkələrdə yayılıb. Paylaşılan videoda sənətçinin xəstəxana şəraitində olduğu əks olunur. Lakin onun hansı səbəbdən tibb müəssisəsinə müraciət etdiyi və konkret olaraq hansı cərrahi müdaxilədən keçdiyi barədə məlumat verilməyib. Məsələ ilə bağlı müğənni ilə əlaqə saxlamaq mümkün olmayıb. Onun səhhəti ilə bağlı əlavə açıqlama yoxdur. Qeyd edək ki, görüntülər qısa müddətdə sosial mediada geniş yayılaraq müzakirələrə səbəb olub. Müğənni Fərəh Samirə qızı saxlanılıb. Fərəh Samirə qızı sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb. Fərəh yaxın saatlarda məhkəmə qarşısına çıxarılacaq. Qeyd edək ki, müğənni Fərəh meyxanaçı Samirənin qızıdır. Onun sosial mediada həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı tənqid və qəzəblə qarşılanıb. Qarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Bakının Əl-Əşrəf Əlizadə küçəsində avtomobillərin parkinq etməsi nəticəsində yaranan vəziyyətdən şikayətlənib. Sənətçi Instagram səhifəsində video paylaşaraq həmin ərazidə hərəkətin çətinləşdiyini bildirib. Nərimanov rayonu Əl-Əşrəf Əlizadə küçəsi. Yolun sol tərəfində az parkinq var. Bəs sağ tərəfdə avtomobil saxlamaq olmaz? Buradan güclə keçirik. Niyə diqqət etmirsiniz? Çox hörmətli dövlət yol polisi. Gəlin bununla bağlı tədbir görün.